Kur'an-ı Kerim'i təzədən haqqında çox danışa bilərik. Onu deyəlim ki, Allah Azze ve Celle bizdən əvvəlki ümmətlərə öz kitablarını göndərmiş, lakin o kitablar təhrifə uğramışdır, dəyişdirilmişdir. Amma Kur'an-ı Kerim'i Allah Azze ve Celle özü onun korumasını öz üzerine götürmüştür. Onu da deyəlim ki, dəyərli qardaşlar, Kur'an-ı Kerim'i çox təəssüflər olsun ki, bəzi müsəlmanlar Ramazan ayından Ramazan ayını oxuyurlar. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü Kur'an əhlinə deyiləcək ki, oxu və yüksəl, oxu və yüksəl, dünyada Allahın kitabını oxuduğun kimi bu şəkildə də oxu yüksəl deyiləcək və sənin cənnətdəki mənzilin oxuya biləcəyin ən sonuncu ayət qədərdir. Bu hədisə dayanaraq bəzi alimlər deyirlər ki, düzdür, cənnətin 8 qapısı vardır, lakin cənnətin dərəcəsinin sayı çoxdur. Bu hədisə dayanıb deyirlər ki, Kur'an-ı Kerimdə var olan ayələrin sayı qədər cənnətdə dərəcələr vardır. Yəni Kur'an-ı Kerimdə 6236 ayət varsa, demək ki, cənnətin də 6236 dərəcəsi vardır, dəyərli qardaşlar. Baxın, kim bu Kur'an'ı oxuyarsa, öyrənərsə, əməl edərsə, hər oxuduğu ayəyə görə, hər əzbərlədiyi ayəyə görə, hər əməl etdiyi ayəyə görə oxuyub cənnətdə onun mərtəbəsi qalxacaqdır. Dəyərli qardaşlar, dedik ki, Kur'an həqiqətən də Allahın bizim üzərimizdə olan ən böyük nimətlərindən biridir. Baxın, tarixdə elə şəxslər olub ki, bu şəxslər fətrət döneminde yaşayıblar. Fətrət dönemi dəyərli qardaşlar, iki peyğəmbərlər arasında yaşayan insanlardır ki, o insanların əllərində oxuya biləcəyi Allahın kitabından bir ayət belə yox idi. Onlar oxumaq istəyirdilər, lakin əllərində Allahın kitabı yox idi. Necə ki, məsələn, Allah Azze ve Celle Tövratı nazil etmişdi, indirmişdi. Lakin sonradan Bəni İsrailotları o ayələri təhrif etdilər. Sonra Allah Azze ve Celle peyğəmbərlər göndərdi. O peyğəmbərlər təhrif olunmuş ayələri yenidən onlara öyrətdi və belə davam etdi. Lakin elə bir dönem gəldi ki, artıq sonraki əsrlərdə, məsələn, İsa peyğəmbər ilə Resulullah s.a.v. arasında olan fətrətdə insanlar Allahın kitabını oxuyacaq qədər əllərində bilgi yox idi. Bunlardan biri də Zeyd ibn Amr bin Nufeyl. Allah onlar razı olsun. Bakın değerli kardeşler, bu adam, onun oğlu Sa'id ibn Zeyd, cennet ile müjdelenen 10 büyük sahabelerden biridir. Zeyd ibn Amr, Resulullah sallallahu aleyhi ve selleme hala peygamberlik verilmemişti ve o peygamberi görmüştür, lakin buna bakmayarak. Lakin onun elinde Allah'ın kitabı yok idi, okuyabileceği bir bilgi, bir kaynak yok idi. O Kəbənin ətrafında gəzib dolaşar və deyərdi ki, Allah'a and olsun ki, bu Məkkədə İbrahim peyğəmbərin dininə, haqq olan dinə məndən daha yaxın kimsə yoxdur deyərdi. Və onu qonaqlığa çağırdıqda, ona ət kəsib, ət təqdim etdikdə onları əsla yeməzdi. Deyərdi ki, Allah Azze ve Celle bu heyvanları yaradıb, onlara otlar yetişdiribdi, o otdan onlar heyvanlar yiyibdi, sonra isə siz o heyvanları Allah'tan başkalarına kesesiniz deyirdi. Hem bu adam değerli kardeşler ne deyirdi? Gedirdi, bilirdi ki Mekke'de yeni doğulan körpe kızları diri bastırırdılar ve o bilirdi ki bu Allah'ın haram ettiği bir şeydi ve elinden geleni esirgemeden gedip bir kapı döyerdi, onlara tövsiyeler ederdi ki asla bunu etmeyin. Kimler ki ruzi yönden korkurdu, onlara hatta mal-mülk təklif ederdi ki, al bunu verirəm sənə, evladını öldürmə deyərdi. Hatta bəzilərini götürüb özü böyüdərdi, sonra ailələrine təslim ederdi. Bu adam değerli kardeşler, Allah'a necə ibadət edebileceğini bilmirdi. Hatta özü bunu özündən dərd edilmişdi. Gedərdi torpaqda, səhrada üzünü, gözünü, əllərini torpağa sürterdi, dua ederdi, bildiği duaları ederdi. Sonra deyərdi ki, ey Rabbim, sənə necə ibadət edə biləcəyini bilmirəm mən, bunu məndən qəbul et deyərdi, subhanallah. Baxın, dəyərli qardaşlar, bu da onu göstərir ki, bizim əlimizdə Allahın kitabı ola, çox təəssüflər olsun ki, biz onu oxumuruq və yaxud oxumağa can atmırıq. Həmən bu sahabənin, həmən bu Zeyd ibn Amr, baxmayaraq ki, Resulullah s.a.v. görmüşdü, lakin peyğəmbərlik verilmədiyi üçün peyğəmbərimiz o həmən ərəfədə sahabə adlanmırdı və onu peyğəmbər olaraq qəbul etməmişdi.
Çünki hələ Peyğəmbərlik verilməmişdi. Onun oğlu Sa'id ibn Zeyd, Allah ondan razı olsun, bir gün getdi Peyğəmbər Efendimizin yanında dedi ki, Allah'ın Peyğəmbəri, atam üçün narahatam, atam üçün dua edə bilərəmmi? Qorxa-qorxa sual verdi. Lakin Rasulullah s.a.v. buyurdu ki, ey Sa'id, mən cənnətdə Zeydin 2 dərdə sahibi olduğunu gördüm və qiyamət günü tək ümmət olaraq diriləcək dedi. Subhanallah. Baxın dəyərli qardaşlar, bizim əlimizdə nə qədər böyük neymətlər var. Allah'ın kitabı bizim aramızdadır. Bu arada onu deyəlim ki, hədislərdə sabit olub ki, qiyamətdən əvvəl bir gün gələcək ki, o gecə, bir gecənin içində yer üzündə var olan bütün Quran qaldırılacaqdır. Kitabları açdığınız zaman görəcəksiniz ki, kitablar ağabbaqdır, səhifələr bomboşdur. Əzbərdə bir dənə belə ayə olsun, xatırlamayacaqsınız qiyamətdən əvvəl. Lakin dəyərli qardaşlar, hələ ki Quran bizim əlimizdədir. Onun üçündür ki, biz Qurana sarılmalı. Vallahi əsl qurtuluş Qurana sarılmaqlıdır dəyərli qardaşlar.